Bismillahirrahmanirrahim. Kul law kana al-bahru midadan li kalimati rabbi lanafida al-bahru qabla an tanfada kalimatu rabbi لنفد البحر قبل أن تنفد كلمات ربي ولو جئنا بمثله مددا. Rəhman və rəhim olan uca Allahın adıyla. Salam əziz dostlar, dəyərli izləyicilər, hər birinizi Allahın salamı ilə salamlayıram. Mübarək Ramazan günlərində, bərəkət dolu günlərdə yenidən hər birinizi xoş gördük. Bu gün də ənənəmizə sadiq qalaraq Quran-Kərimin fərqli bir ayəsi işığında əsr saadətdə yaşanmış bir hadisəni sizinlə bölüşmək istəyirəm. Qureyşin inadkar müşrikləri artıq Həzrət Peyğəmbər sallavatullahla bacara bilməyəcəklərini dərk etmişdilər. Onlar əslində ağılsız insanlar deyildilər. Hətta aralarında uca Allahın dərin zəka bəxş etdiyi insanlar da vardı. Ancaq qürurları, təkəbbürləri və inadkarları səbəbindən özlərini həlaka sürükləmişdilər. O zəkalarını nəfsin və şeytanın əsarətinə çevirdiklərinə görə haqqa deyil, şərrə xidmət edirdilər. Və bir gün öz aralarında belə bir qərara gəldilər. Mədinədə yaşayan kitab əhlinə olan yəhudilər var. Onların yanına gedək, öncəki kitablarda olan məlumatları əldə edək və beləliklə o bilgiləri əldə etdikdən sonra o sualları Həzrət Muhammədə verək və onu çətin vəziyyətə salaq. Əslində, yəhudilər də müşriklərdən geri qalmırdılar. Onlar Allaha iman etdiklərini və müqəddəs kitab Tövrata sahib olduqlarını və peyğəmbərliklərin bütün xüsusiyyətlərini bildikləri halda yenə ona düşmən kəsilmişdilər. Bu düşmənliyin səbəbi bu idi. Bizim aramızdan peyğəmbər çıxmalıydı və Həzrət Muhammed sallallahu aleyhi və səlləm onların aralarından çıxmadıqlarına görə ona qənim kəsilmişdilər və beləliklə onlar müşriklərə yardım etməyə cana atırdılar və müşriklərə belə dedilər: gedin ondan ruh haqqında soruşun, ruhun mahiyyəti haqqında soruşun. Müşriklər beləliklə Həzrət Peyğəmbər sallavatullahın yanına gələrək ona sual etdilər: bizə ruh haqqında xəbər ver. Və uca Allah öz nəbisini çətin bir vəziyyətdə qoymayaraq İsra surəsinin 85-ci ayəsini Peyğəmbərimizə nazil etdi. Uca Allah belə buyurdu: səndən ruh haqqında soruşurlar. De ki, ruh Rəbbimin əmirlərindəndir. Sizə bu barədə çox az bilik verilmişdir. Cavabın necə olacağını maraqla gözləyən yəhudilər bu ayəni eşidəndə etiraz etdilər. Bu necə ola bilər? Bizə çoxlu elm verilmişdir. Kimə Tövrat verilmişdirsə, ona çoxlu xeyir verilmişdir deməkdir. Bu sözlərin üzərinə uca Allah Həzrət Peyğəmbərimizə Kəhf surəsinin 109-cu ayəsini nazil etdi. Ayədə uca Allah belə buyurdu: de, əgər Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də əlavə etsəydik, yenə də Rəbbimin sözlərini tükənmədən dəniz tükənərdi. Əziz və dəyərli izləyicilər, biz Peyğəmbərimizin həyatına baxdığımız zaman görürük ki, müşriklərin başçıları insanları Peyğəmbərimizi dinləməyə qadağan etsələr də, gecələr tarixdə qeyd olunur ki, gəlirdilər Peyğəmbərimizi gizlin dinləyirdilər. Hətta bir gün qəbilə başçıları Quran-Kərim oxuyarkən onu dinlədiyi zaman bir-birinə qarşılaşırlar və onlar bir-birinə orada söz verirlər: biz insanları qadağan etdiyimiz halda özümüz onu dinləyirik, artıq biz söz verək, bu gündən etibarən onu dinləməyək. Və aralarında müşriklərdən biri digərinə sual verdi ki, sən həqiqətən də Muhammedin sallallahu aleyhi və səlləmin Allah tərəfindən göndərilmiş bir haqq peyğəmbər olduğunu inanırsanmı? Bəli, orada buyurdu ki, bəli, mən inanıram. Sadəcə qəbul etməməyimin səbəbi o bizim qövmüdən, bizim qəbilədən olmamasına görə onu qəbul etmirəm. Bəli, əziz və dəyərli izləyicilər, biz ötən verilişlərimizdə də qeyd etmişdik ki, bəzən inadkarlıq imana gedən yolu bağlayar, bəzən inadkarlıq imanın işığını qəlbində söndürər. Uca Allah bizləri inadkarlıqdan, təkəbbürlükdən uzaq etsin. Bu mübarək Ramazan günlərində Rəbbimizə həqiqi qul olmağı cümləmizə nəsib etsin inşallah.